Salam dəyərli abituriyentlər. Bu gün biz dövrü qanun, dövrü sistem bölməsində atomun tərkibi mövzusunu başlığı altındakı sualların izahına birgə baxacağıq. Gəlin ilk sualımızdan başlayaq. Hansı atomun nüvəsində neytronların sayı daha çoxdur? Uşaqlar, sualın izahına keçməmişdən öncə bir neçə məqamı qeyd edək. Hər hansısa bir X elementi verildikdə onun yuxarı hissəsində ayır, nisbi atom kütləsi və yaxud da kütlədə də qeyd olunur. Aşağı hissədə proton, orta hissədə isə neytron qeyd olunur. Nisbi atom kütləsi bərabərdir proton üzərinə gəlsin neytronun cəminə. Sağ aşağı hissədə elektron, yuxarı hissədə ionun yükü qeyd olunur. İonun yükü, yəni D bərabərdir proton çıxılsın elektronun fərqinə. Gəlin indi baxaq. Hansı atomun nüvəsində neytron sayı daha çoxdur? Neytron sayını buradan tapa bilərik ki, nisbi atom kütləsi ayır, çıxılsın protonun fərqinə. 16 nisbi atom kütləsidir, 8 protondur. 16-dan 8 çıxsaq 8 neytron, 12 neytron, 2 neytron, 20, 14 neytron. Daha çox olan görürük ki, D variantında 20 neytrondur. Hansı atomun nüvəsində neytron yoxdur? Yeni eyni ilə nisbi atom kütləsindən proton sayını çıxıb neytron tapırıq. 20 neytron, 6 neytron, 16 neytron, 8 neytron, birdən də 1 çıxsaq 0-dır. Deməli, neytron yoxdur. Oksigen atomu nüvəsində necə neytron vardır? Nisbi atom kütləsindən protonu çıxdıq, 18-dən 8-i çıxsaq neytron sayımız olacaq 10. Alüminium 27, 13 atomunda neçə proton, neçə neytron və elektron vardır? Uşaqlar, biz görürük ki, proton sayımız 13-dür. Neytron sayını tapmaq üçün nisbi atom kütləsindən protonun sayını çıxdım, aldım 14. Neytronumuz oldu 14. İndi qaldı bizdə elektronu tapmaq. Biz görürük ki, hər hansısa bir ionun yükü verilməyib. Hər hansısa bir ionun yükü verilmədiyi halda bu onun neytral atom halında olduğunu göstərir. Neytral atom halında olduqda isə proton sayı elektron sayına bərabər olur, yəni 13 olacaq. Proton sayımız oldu 13, neytron sayımız oldu 14, elektron sayımız da oldu 13, D variantı. 5-ci suala baxaq. Atom nüvəsinin yükü hansı hissəciklərin hesabına yaranır? Uşaqlar, biz bunu keçmişdik ki, atom müsbət yüklü nüvədən və onun ətrafında daim dövr eləyən mənfi yüklü elektronlardan ibarətdir. Nüvə özü isə müsbət yüklü protonlardan və yüksüz neytronlardan ibarət olurdu. Neytron adı olduğu kimi neytronun yükü olmadığına görə nüvə yalnız protonların hesabına yaranacaq. Doğru cavabımız olacaq C variantı. 2 qram kükürddə 16-32S neçə elektron vardır? Gəlin baxaq. Kükürt veribdi bizə 32-16. Elektron sayını istəyir. Neytral atom olduğu üçün hər hansı bir ionun yükü yoxdur burada uşaqlar. Ona görə də proton sayı elektron sayına bərabərdir. 16 elektron oldu. Kükürt 32 qramdır. 32 qram kükürddə 16 vurulsun 6,2 vurulsun 10 üstü 23 elektron varsa 2 qram kükürddə neçə elektron olacaq onu tapacaq. Bunlar da ixtisar getsə alınar 6,2 vurulsun 10 üstü 23. Doğru cavabımız da oldu Y variantı. 7-ci suala baxaq. Eyni ilə burada tritium izotopu veribdi. Neytron tapmaq üçün nisbi atom kütləsindən protonu çıxdım, aldım 2. 2 qram tritiumda 2 qram yox uşaqlar. Üzrlü sayın. Tritiumun baxın, nisbi atom kütləsi neçədir? 3-dür. 3 qram tritiumda 2 vurulsun 6,2 vurulsun 10 üstü 23 sayda neytron varsa 6 qram tritiumda neçə neytron var onu tapmalıyıq. İxtisar getdi. 2, 2, 4. 4 6,2'ye vursam 24,8 vurulsun 10 üstü 23 olar. Aha, baxın C variantında 2,408 vurulsun 10 üstü 24'dür. Doğru cavabımız oldu C variantı. Kalsiyum 20-40 atomunun nüvəsində neçə neytron var? Neytron sayı bərabər idi. Ayır çıxılsın proton. 40-dan 20'ni çıxdıq, aldıq 20. Hansı atomlar bir-birinin izotopudur? İzotop proton sayıları eyni olmalıdır. Atom kütlələri isə fərqli olmalıdır. Görürəm ki, proton sayıları fərqlidir. Proton sayıları fərqlidir. Proton sayıları fərqlidir. Burada da fərqlidir. Amma Y variantında baxın proton sayıları eynidir. Nisbi atom kütlələri də fərqlidir. Deməli, doğru cavabımız oldu Y variantı. Natrium 23, 11 elementinin atomunda olan elektron, neytron sayını müəyyən edin. Neytron sayını tapmaq üçün 23-dən
11'i çıxdıq, aldıq 12. Elektron sayını necə müəyyən edirik uşaqlar? Görürük ki, hər hansısa bir ionun yükü yoxdur. İonun yükü olmadığına görə 0 qeyd olunur. Deməli, atom halındadır. Proton sayı elektron sayına bərabər olur. 11 elektron olacaq. Elektronumuz oldu 11. Neutronumuz oldu 12. Cavab olacaq Y variantı. 11-ci sualda izotopları müəyyən edin. İzotoplar proton sayları eyni, atom kütlələri isə fərqli olmalıdır. X-in neutronunu verib 10, atom kütləsini neutronunu verib 10, neutron, atom kütləsi 19. 19-dan 10'u çıxdıq, 9 proton. Y-də neutronunu verib 8, atom kütləsi 16, 16-dan 8 çıxdıq, 8 oldu. Z-də neutron sayını verib 6, atom kütləsini 12, 12-dən 6'ını çıxdıq, 6. T-də atom kütləsi 13, neutron 7, 13-dən də 7'ni çıxsaq, aldıq 6. Biz gördük ki, proton sayı Z-də və T-də eynidir. Deməli, Z ilə T bir-birinin izotopu olacaq. 12-ci suala baxaq. Nisbi atom kütləsi 23 olan X elementinin nüvəsində 12 neutron olduğunu bilərək elementin sıra nömrəsini müəyyən edin deyir. Uşaqlar, sıra nömrəsi proton sayı deməkdir. Proton sayını tapmaq üçün nisbi atom kütləsindən neutronu çıxdım, aldım 11. Sıra nömrəmiz oldu 11. 13-cü sualda eyni ilə nisbi atom kütləsi 52 veribdir. Nüvəsində 24 proton vardır. Burada artıq neutron tapmalıyıq. 52-dən də 24'ü çıxsaq, alarıq 8, 28. C variantı. Ən sadə elektron quruluşuna malik olan atom hansıdır? Təbii ki, hansıdır uşaqlar? Hidrogendir. Niyə? Hidrogen bir izotopunda 1 elektron vardır, 1 proton vardır. Deməli, ən sadə quruluşa malik olan hidrogen olacaq. Hansı atomlarda eyni sayda neutron vardır? Gəlin çıxaq. 12'dən 6'ını çıxdıq, 6 neutron, 23'dən 11'i çıxdıq, 12 neutron, 24'dən 12'ni çıxdıq, 12 neutron, 28'dən 14'ü çıxdıq, 14 neutron. Deməli, ikincidə və üçüncüdə neutron sayı eynidir. Doğru cavabımız oldu D variantı. 16'ya baxaq. Proton sayı verilib, elektron sayı verilibdir. Anyonu, katyonu və neytral atomu bizdən istəyir. Əla. Uşaqlar, əvvəlcə bunu qeyd eləyək ki, atom elektron verdikdə müsbət yüklü iona, yəni katyona çevrilir. Elektron aldıqda isə mənfi yüklü iona, yəni anyona çevrilir. İonun yükünü tapmaq üçün protonla elektron sayını çıxırdıq. Katyon dedikdə müsbət yüklü ion olduğu üçün proton böyükdür, elektron olacaq. Anyonda isə proton kiçikdir, elektron olacaq. Birincidə indi bizə verilib X, proton sayı 17, elektron sayı 18. Biz nə görürük uşaqlar? Görürük ki, proton sayı elektron sayından kiçikdir. Deməli, anyon olacaq. Və yaxud da ionun yükü bərabər idi. Proton çıxılsın elektrona, 17'dən də çıxdım 18'i, aldım mənfi 1. Mənfi yüklü ion nə oldu? Anyon oldu. Y-ə baxaq. Y-də verib bizə proton sayı 19, elektron sayı 19. Proton sayı ilə elektron sayı bir-birinə bərabərdirsə, bu onun neytral halda olduğunu göstərir. Z-də isə bizə verib proton sayını 20, elektron sayını 18. Proton sayı elektron sayından böyükdür. Proton elektrondan böyük olduqda katyon olacaq və yaxud da ionun yükü bərabərdir. Proton çıxılsın elektron müsbət 2 olur. Müsbət yüklü ion isə katyondur. X. Deməli, anyonumuz oldu X, katyonumuz oldu. Z, neytral atomumuz oldu Y. Doğru cavabımız olacaq A variantı. X hissəciyində 3 proton, 2 elektron var. X-in yükünü müəyyən edin. İonun yükü bərabər idi. Proton çıxılsın elektrona, protondan elektronu çıxsaq, alarıq müsbət 1. Doğru cavab olacaq B variantı. X, müsbət 2, 20 ionunda proton və elektronların sayını müəyyən edin. Uşaqlar, sıra nömrəsi protondur. Elektron sayını tapmaq üçün ionun yükü bərabər idi. Proton çıxılsın elektrona, elektron da bərabərdir. Proton çıxılsın ionun yükünə. Protondan ionun yükünü müsbət 2'ni çıxsaq, alarıq 18. Deməli, oldu 18 elektron, 20 proton. A variantı. Kalsiyum 0'dan kalsiyum müsbət 2 ionuna çevrilibdir. Bu sxem üçün nə doğru deyil? Uşaqlar,
Atom elektron verdikdə müsbət yüklü iona, yəni kationa çevrilirdi. Adı üstündə elektron verir. Elektron verdiyi üçün onun sayı neyniyəcək? Azalacaq. Və yaxud da biz bunu belə deyə bilərik. Kalsium 0-dır. Kalsium müsbət 2 ionuna çevrilibdir. 20-dən protonla iyonu yüklü çıxıb elektron sayını tapırdıq. Buradan da görürük ki, elektron sayı əvvəl 20 idi, daha sonra 18 olub. Deməli, elektron sayımız azalıb. Elektron sayı artır deyir, səhv olan budur. Elektron sayı azalır. Proton sayı dəyişmir. Bəli uşaqlar, proton sayı dəyişməyəcək. Neytron sayı dəyişmir. Atom elektron verdikdə və yaxud da elektron aldıqda, protonda və neytronda elektron alıb vermək olmadığı üçün yüklərin dəyişməsi ancaq elektrondan asılı olacaq. Ona görə də neytron sayı dəyişmir ifadəsi doğrudur. Sıra nömrəsi, yəni proton sayda dəyişmir ifadəsi doğru olacaq. 20-ci suala baxaq. Hansı halda iyonlarda elektronların sayı fərqlidir? İyonun yükü bərabər idi. Proton çıxılsın elektrona. Burada biz elektronu tapmalıyıq. Elektron da bərabərdir. Proton çıxılsın iyonun yükünə. D də yaza bilərsiniz uşaqlar. İyonun yükü də yaza bilərsiniz. Protonla iyonun yükünü çıxsaq 18 elektron. 17-dən mənfi 1 çıxdı. Mənfi-mənfiyə dəydi. 18 oldu. 10 elektron, 10 elektron, 10 elektron, 10, 18, 18, 18, 10. Aha, elektron sayı fərqli olan hansı olacaq uşaqlar? Birincide 18-dir, o birində 10-dur. Doğru cavab olacaq Y variantı. Natrium 11, 23 və flor 9, 19 iyonları üçün hansı ifadə doğrudur? Gəlin baxaq. Natrium 23, 11-dir. Flor 19, 9-dur. Elektronların sayını tapsaq. İyonun yükü bərabər idi. Proton çıxılsın elektrona. Elektron da bərabər idi. Proton çıxılsın iyonun yükünə. Protonla iyonun yükünü çıxdım. Aldım 10 elektron. 9-dan mənfi 1 çıxdı. Mənfi-mənfiyə dəydi. Oldu 10 elektron. Neytron sayını tapsaq. 23-dən 11-i çıxsaq 12 neytron. 19-dan da 10-u çıxsaq 10 neytron. İndi bizə nə deyir? Deyir elektronların sayı eynidir. Elektronların sayı eynidir deyir. Bəli, düzdür uşaqlar. Görürük elektronların sayı eynidir. Protonların sayı eynidir. 11 birində proton var. 9 da o birindədir. Səhv olacaq. Neytronların sayı fərqlidir. Səhv olacaq. Elektron və protonların cəmi eynidir deyir. Burada cəm 21-dir. Burada da cəm 19 olduğu üçün səhv olacaq. Nisbi atom kütlələri eynidir. Birincidə 23-dür. Digərində 19-dur. Bu da səhvdir. Doğru cavabımız oldu. A variantı. Bir variantlara baxıram ki, uşaqlar, sizə hər bir şey tam aydın olsun. 22-yə baxaq. Kalium müsbət 19, 39, kalsium 40, 20, müsbət 2. Gəlin tapaq. Buradan artıq bilirsiniz bunu. Elektron sayını tapsaq, protonla iyonun yükünü çıxırıq. 18 elektron, 20-dən müsbət 2 çıxdım, 18 elektron. Neytron sayı 20, neytron sayı 20. Yalnız protonların sayı eynidir. Xeyr, protonların sayı fərqlidir. Yalnız elektronların sayı eynidir. Bəli, elektronların sayı eynidir. Amma yalnız yox. Yalnız neytronların sayı eynidir. Səhvdir. Elektronların, bəli, elektronların və protonların sayı eynidir. Xeyr, bu da səhvdir. Elektronların və neytronların sayı eynidir. Düz olacaq. Doğru cavabımız oldu. Y variantı. Hansı ifadələr atom anlayışına aiddir? Atom maddənin kimyəvi yolla bölünməyən ən kiçik hissəsidir. Burada artıq hamımız bilirik uşaqlar. Atom maddənin tərkibini və xassələrini özündə saxlayan ən kiçik hissəcikdir. Xeyr uşaqlar, atom kimyəvi elementin tərkibini və xassələrini özündə saxlayan ən kiçik elementdir. Bu hissəcikdir daha doğrusu. Bu maddəni yazıbdır burada. Səhvdir bu. Molekul anlayışına aiddir bu. Atom müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan ibarət elektroneytral hissəcikdir. Bu ifadə də doğru olacaq. Doğru cavabımız olur D variantı. Hansı ifadələr molekul anlayışına aiddir? Molekul maddənin kimi, xeyr, kimyəvi yolla bölünməyən atoma aiddir. Molekul maddənin tərkibini və xassələrini. Bu ifadə doğrudur. Molekul yox burada. Atom olmalıydı. Doğru cavab oldu C variantı. 25-ci suala baxaq. X 0 veribdir, X A veribdir və X C veribdir. Bunların protonlarını və elektronlarını qeyd edib. X 0 üçün elektronu qeyd edib B, protonu da qeyd edib B. X A üçün elektronu qeyd edib B-2, daha sonra protonu qeyd edib B.
İKS üçün elektronu qeyd edilib B+2, digərində proton da qeyd edilib B. İndi bizdən hissəciklərin radiusların artma sırasını müəyyən etməyimizi istəyir. Uşaqlar, yenə də 2 üsul deyəcəm. 2 üsuldan biri nədir ki, üstü kiçik olanın radiusu böyükdür. Bunu yadda saxlayın. Yəni, üstü mənfi olanın radiusu böyük olur. Və yaxud da neytral atom elektron verəndə adı üstündə elektron verir. Elektron verdiyi üçün elektron sayı və radius azalacaq. Neytral atom elektron alanda yenə də adı üstündə elektronu aldığı üçün elektron sayı artacaq və radius da artacaq. İndi gəlin bunu tapaq. Necə tapa bilərik? Əvvəlcə biz ionun yükünü tapmalıyıq. Ionun yükünü tapmaq üçün bu protondur, bizdə bu elektrondur. Ionun yükü bərabər idi. Proton çıxılsın elektron. B-dən B-ni çıxdım 0'dır. Bu 0 verilib. Digərində ionun yükü B çıxılsın, B-2, B-B-yə dəydi, mənfi-mənfiyə dəydi, müsbət 2 oldu. A oldu müsbət 2. Bunu da hesablayıram. B çıxılsın, B+2, B'lər oldu. Bu da mənfi 2. C də oldu mənfi 2. Uşaqlar, nə dedim? Dedim, üstü kiçik olanın radiusu böyükdür. Deməli, ən böyük olan radius olan hansıdır? İKS-dir. Çünki onun üstü ən kiçikdir. Ən rahat əslində üsul budur. Buna görə də İKS-nin radiusu İKS 0'ın radiusundan, yəni neytraldan, o da XA-nın radiusundan böyük olacaq. Amma bizdən radiusun artma sırasını, yəni azdan çoxa düzməyimizi istəyir. Azdan çoxa düzsək, İKS A 0, İKS C şəklində olar. A 0, C doğru cavab oldu. C variantı. 26-cı suala baxaq. Müsbət yüklü ionda proton, neytron və elektronların sayı arasındakı asılılıq həmişə doğrudur. Müsbət yüklü ion nə idi? Kation idi. Kationda isə proton sayı elektron sayından böyük olurdu. Deməli, Y variantı olacaq. Neytral atomda proton sayı elektron sayına bərabər olurdu. B variantı olacaq. 28-ci suala baxaq. Kükürt -2, 16, xlor -17, kalsium 2 müsbət 20. Buradan biz elektronların sayını tapsaq, neyəcəyik uşaqlar? İonun yükü bərabər idi. Proton çıxılsın, elektron idi. Elektron da bərabərdir. Proton çıxılsın ionun yükünə. 16-dan -2 çıxdım, 18. 17-dən -1 çıxdım, 18. 20-dən 2 çıxdım, 18. Görürük ki, elektron sayıları dəyişmir. Amma proton sayıları neyinir? Artır. Buradan da B variantında gördüyümüz kimi, baxın, proton sayıları artır. Amma elektron sayıları olduğu kimi sabit qalacaq. Doğru cavab olacaq B variantı. 29-cu suala baxaq. Kalsium 2 müsbət, kalsium 0. Yenə də 2 üsul deyirəm uşaqlar. Baxın, üst neyiniyib? Müsbətli 0-a gəlib. Yəni, üstü azalıb. Üstü azdır. Üstü az olanın radiusu böyükdür. Radiusu böyük olduğu üçün radius artacaq. Və yaxud da 2 elektron alıbdır. Elektron aldığı üçün elektron sayı və radius artacaq. 2 üsuldan istədiyinizi götürün. İkincidə, yenə də baxın, 0-dan gəldi -1-ə. Neynədir? Üst 0 idi, mənfiyə doğru gəldi, üstüm azaldı. Üstü azaldığına görə radiusum artdı. Və yaxud da 1 elektron alıbdır, elektron aldığı üçün elektron sayı və radius artacaq. Natrium 0'dır. Natrium müsbət 1'ə gəlibdir. 0'dır, müsbət 1'ə gəlibdir. Üstüm artıb. Üstü artanın, dedi yaxı, üstü çox olanın radiusu azdır. Üstü az olanın radiusu böyükdür. Buna görə də üstü kiçik olan, yəni 0'dan müsbət 1'ə gəldiyi üçün üstü artdığına görə radius azalacaq. Və yaxud da ümid edirəm ki, beyniniz qarışmır uşaqlar. Yəni 2 üsulu deyirəm ki, kimə nə rahatdır onu götürsün. Bir elektron neyinibdir? Veribdir. Elektron verdiyinə görə elektron sayı azalacaq və radius azalacaq. Artır. Artır, azalır. Doğru cavab oldu. C variantı. 30-cu suala baxaq. İKS müsbət proton sayını verib. A elektron sayını verib 10. Bizdən A-nı, B-ni və C-ni tapmamızı istəyir. İonun yükü bərabər idi. Proton çıxılsın elektron idi. Protonu buradan tapsaq, D üzərinə gəlinsin Y olar. Onun da üzərinə 1'i gəlsəm, alınar 11. A mı oldu 11. Y-ə baxıram. 12 verib proton sayını. Proton sayını 12 verib. Elektron sayını da B veribdir. Elektron sayını tapsaq, protondan ionun yükünü çıxdım. 12'dən 0 çıxdım, aldım 12.
Z-də proton sayını verib S, elektron sayını verib 10. Buradan da proton sayını tapsaq, ionun yükü üzərinə gəlinsin elektron olar, 10 üzərinə gəlinsin -1 alınar 9. S də oldu 9. B oldu 12. Bunu burada yazmalıydım uşaqlar. B oldu 12. S də oldu 9. 11. 11. B oldu 12. S oldu 9. Doğru cavab olacaq B variantı. 31-ci suala baxaq. Radiusun artma sırasını deyir uşaqlar. Dedim ki, üstü kiçik olanın radiusu böyükdür. Üstü mənfi olanın radiusu böyükdür. Böyükdür. X sıfırdan böyükdür. XM müsbətdən. Artma sırası dediyi üçün azdan çoxa düzəcəyik. Deməli, XM müsbət, X sıfır, X N mənfi. M müsbət 0 Y variantı olacaq. 32-ci suala baxaq. 6,2 vurus 10-23 elektronu olan kalsiyum neçə qram olar? Elektron deyir uşaqlar. Kalsiyum 40 verib, 20 verib. Neytral atomdur, ionun yükü yoxdur. İonun yükü olmadığı üçün proton sayı elektron sayına bərabər olacaq. Kalsiyum nisbi atom kütləsi 40-dır. 40 qram kalsiyumda 20 elektron olduğunu müəyyən elədik. 20 vurulsun 6,2 vurulsun 10-23 sayda elektron varsa 6,2 vurulsun 10-23 sayda elektron olanda neçə qram olduğunu tapmalıyıq. Bunlar getdi. 20 ilə də 40 getdi. Alındı 2 qram. Doğru cavab oldu C variantı. 33-ə baxaq. Dəmir 56, 26, müsbət 2. Proton, elektron və neytron tapmamızı istəyir. Bu protondur. Nisbi atom kütləsidir. Ayırdı. Neytronu tapmaq üçün 56-nın 26-nı çıxdıq. Aldıq. Neçə? 30 neytron oldu. İndi qaldı bizdə bir dənə elektronu tapmaq. Elektronu da tapmaq üçün nə edirdik? İonun yükü bərabər idi. Proton çıxılsın. Elektron idi. Elektronu da tapanda proton çıxılsın. İonun yükü olacaq. Protondan da ionun yükünü çıxdım. Aldım 24 elektron. Deməli, bizdə elektronumuz oldu 24, protonumuz oldu 26 və neytronumuz oldu 30. Doğru cavab oldu B variantı. 34-ə baxaq. X sıfırdır, 2 elektrondur. İfadəsi uyğun olaraq atom radiusu, proton sayı və elektron sayı necə dəyişər? Yenə də təşkil edirəm uşaqlar. Neytral atomdur. Görürük ki, X0 neytral atomdur. Elektron veribdir. -2 daxil elektron veribdir. Verdiyi üçün elektron sayı və radius azalacaq. Düzdürmü uşaqlar? Və yaxud da neyniyəcək? Sıfırdan müsbət 2-yə gəlibdir. Üstü artıbdır. Üstü çox olanın radiusu az olacaq. Üstü çox olanın radiusu azdır. Üstü az olanın radiusu böyükdür. Baxaq görək nə deyir? Atom radiusu, proton sayı və elektron sayı necə dəyişəcək? Elektron sayı azaldı. Elektron sayı azaldı. Radiusu azaldı. Proton sayısı neyniyəcək? Dəyişməyəcək uşaqlar. Elektron alıb verirsə, hər hansı bir protonun sayı dəyişməz. -35-ci suala baxaq. X bu rəng insanı boğur. X B A -2, X B A müsbət 2. İonları üçün nə doğrudur? Elektronların sayı bərabərdir. Elektron sayını əvvəlcə gəlin tapaq. Elektron sayı bərabər idi. Proton çıxılsın. İonun yükü idi. Elektron sayı bərabərdir. A çıxılsın. İonun yükü mənfi-mənfiyə dəyəcək olacaq. A plus 2. Digərində isə elektron sayı bərabərdir. Proton çıxılsın. İonun yükü A çıxılsın 2. Aha. Elektronlar sayı bərabərdir deyir. Səhv olacaq. Bunun radiusu bunun radiusundan böyükdür. Uşaqlar, üstü kiçik olanın radiusu daha böyükdür. Ona görə də elə ikinci ifadəmiz doğrudur. Çünki bunun radiusu, bunun üstü mənfidir, bunun üstü isə müsbətdir. Və yaxud da elektron alıb, elektron aldığı üçün elektron sayı və radius artacaq. Ona görə də radiusu neyniyəcək? Daha böyük olacaq. Elektron sayı fərqi 4-ə bərabərdir. A plus 2 çıxılsın. A minus 2-dir. A'larla gedəcək. Mənfiyə deyəcək. Müsbət olacaq. 2-nin də üzərinə 2 gəlsək, alarıq 4. Deməli, üçüncü ifadəmiz də doğrudur. A variantı olacaq. 36-cı suala baxaq. X -3, X müsbət 3 sxemində nə dəyişir? Baxın uşaqlar, -3-dən müsbət 3-ə gəlibdir. Deməli, neyinibdir?
6 elektron veribdir. Elektron veribdir. Burada elektron sayı təbii ki dəyişdi. Proton sayı, neytron sayı, nisbi atom kütləsi isə dəyişməyəcək. Çünki elektron alıb elektron vermə xüsusiyyəti yalnız elektronun özünə məxsusdur. Hər hansı bir protonda, neytronda, nisbi atom kütləsində isə elektron sayı, yəni ionun yükünün dəyişməsinin ona heç bir aidiyyəti yoxdur. Doğru cavab oldu. Yalnız 1 Y variantı. Elektron sayına əlavə nə dəyişir uşaqlar? Biz görürük ki, 6 dənə elektron veribdir. Elektron verib adı üstündə elektron sayı verdiyi üçün elektronun sayı və radius azalacaq. Digərində də eyni ilə -2-dən 0-a gəlibdir. 2 elektron veribdir. Elektron verdiyi üçün elektron sayı və radius azalacaq. Burada da nə dəyişir deyirsə, sadəcə radius dəyişir. Proton sayı, neytron sayı, nisbi atom kütləsi isə dəyişməyəcək. 38-ci suala baxaq. X 0-dır. 4 elektron veribdir və bunu almışıq. Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12-yə çevrilibdir. 4 elektronu verəndən sonra 12 elektron olub. Baxın, 0-dan 4-ü verdi, oldu müsbət 4. 4 elektronu verdi, 12 elektron oldu. Buradan proton sayını tapmamızı istəyir. Proton da bərabər ionun yükü üzərinə gəlsin. Elektron 12-nin də üzərinə 4 gəldim, aldım 16. Doğru cavab oldu D variantı. Uşaqlar 39-45 aralığını videoda izah eləmişəm. Onu bura yerləşdirəcəm. Narahat olmayın. Əvvəlcə 39-cu sualımıza baxaq. Tibi avadanlıqların bir çoxu atomların quruluşu və xüsusiyyətlərindən istifadə edərək işləyir. Məsələn, rentgen cihazı atomların elektronlarını yüksək enerjili şüalar vasitəsilə çıxarır. Bu proses həm bədən daxilindəki strukturların görüntülənməsini təmin edir, həm də xəstəliklərin diaqnozunu qoymaq üçün şüaların insan bədənindən keçərək orada olan müxtəlif toxumaların və ya kütlənin fərqli şəkildə təsir olunmasına imkan verir. Uşaqlar, bura qədər bizə əlavə məlumat verib. Məsələnin əsas hissəsi bundan sonra başlayır. İnsan bədənində olan X atomunun nüvəsində 20 proton və 20 neytron var. X atomunu qeyd etsək, 20 proton var deyir, 20 dənə də neytron var. Biz kütlə ədədini necə tapırdıq? Protonla neytronun cəmi bizə kütlə ədədini verirdi. Deməli, 20 üzərinə gəlsin 20, kütlə ədədimiz olacaq 40. Daha sonra yazıb ki, rentgen şüaları insan bədəninə daxil olduqda X atomunu 2 elektronunu çıxararsa, əmələ gələn ionu müəyyən edin. Uşaqlar, 2 elektron çıxarmaq nə deməkdir? Yəni 2 elektronunu vermək, itirmək deməkdir. Biz də bilirdik ki, atom elektron verdikdə müsbət yüklü iona, yəni katyona çevrilirdi. Deməli, 2 elektron çıxararsa, müsbət yüklü iona çevrilər. Buradan da doğru cavabımız olar A variantı. 40-cı suala baxaq. 40-cı sualda eyni ilə məsələnin şərtini oxuyub uzatmaq istəmirəm uşaqlar. Ən əsas hissələr hardandırsa oradan oxuyaq. Bizə yazıb ki, insan bədənində olan X atomunun nüvəsində 11 proton və 12 neytron var. Yenə də qeyd edək, X atomunda 11 proton veribdir, 12 də neytron veribdir. Kütlə ədədi nə qədər olur? 11 üzərinə gəlsin 12, 23 olacaq. Daha sonra nə yazıb? Rentgen şüaları insan bədəninə daxil olduqda X atomunun bir elektronunu çıxararsa, əmələ gələn ionu müəyyən edin. Uşaqlar, eyni ilə bundan əvvəlki sual kimi bir elektronu çıxarırsa, yəni elektronu itirmək deməkdir bu. Biz də bilirdik ki, elektron verdikdə müsbət yüklü iona, yəni katyona çevrilirdi. Deməli, bizim ionumuzun da yükü nə olacaq? Müsbət 1. Buradan da doğru cavabımız olur D variantı. Daha sonra 41-ci suala baxaq. 41-ci sualda da yenə bizə əlavə məlumatlar veribdir. Bizim üçün ən əsas olan, baxın bu hissədən sonradır. Yazıb ki, silisium atomunun elektronları elektronika cihazlarının düzgün işləməsi üçün çox vacibdir. Yarımkəsici istehsal edən zavod bir gündə 1400 qram silisium istifadə edir. Həmin zavodun bir gündə neçə mol silisium atomu istifadə etdiyini hesablayın. Uşaqlar, 1 mol silisium atomu nə qədərdir? Baxın, 1 mol silisium atomu 28 qramdırsa, bizə verib ki, bir gündə 1400 qram silisium istifadə edir. Deməli, 1400 qram silisiumun neçə mol silisium atomu əmələ gətirdiyini tapmalıyıq. Buradan da biz 1400-ü 28-ə böləcəyik. İxtisar getsə alınar 50. Doğru cavabımız da olacaq D variantı. 42-ci suala baxaq. 42-ci sualda da uşaqlar yuxarı hissəni oxuyarsınız. Sizə əlavə məlumatlar veribdir. Bizim üçün ən əsas hissə, baxın, bu hissədən sonradır. Yazıb ki, rentgen cihazında istifadə olunan bir elektron atomdan 4 vurulsun 10⁻19 joule enerji alarsa, 1 mol elektron istifadə edildikdə alınan enerjini hesablayın. Uşaqlar, 1 mol nə qədərdir? 6,2 vurulsun 10⁻23 elektrondur. Düzdürmü? İndi yazıb ki, bizə rentgen cihazında bir elektron atomdan 4 vurulsun 10⁻19 joule enerji alarsa, deməli bir elektron 4 vurulsun 10⁻19 joule enerji alırsa, 6,2, yəni 1 mol elektron deyir bizə, 6,2 vurulsun 10⁻23
Onlar nə uşaqlar? X. Buradan da biz alınan enerjini əvvəlcə joule üçün hesablayacağıq. X bərabərdir. Onlar 24,8 vurulsun. Müsbət mənfiyə vuranda nə oldu uşaqlar? Toplayırdıq. Yəni 23 üzərinə gəlsin. -19 olurdu. 4. Buradan da 10/4 qeyd edəcəyik. Bu oldu bizdə joule. Daha sonra deyir ki, alınan enerjini kilojoule ilə hesablayın. Kilojoule hesablamaq üçün uşaqlar, biz bilirik ki, 1 kilojoule 1000 joule-dur. 1 joule isə nə qədər olacaq? 10⁻³ kilojoule. Biz joule-u da kilojoule çevirmək üçün 10⁻³ vursaq, buradan alınır. Deməli, 24 tam, aşağıdan yazıram uşaqlar. 24 tam %8 vurulsun. 10⁻1. Bunu da ona vursam, alınır 240 tam 10⁸ kilojoule. Buradan da doğru cavabımız oldu. Y variant. 43-cü suala baxaq. Yenə bizə əlavə məlumatlar veribdir uşaqlar. Bizim üçün ən əsas olan bu hissədən sonradır. Yazıb ki, bir nüvə reaktorunda 1 mol uran 235-in nüvəsinin neytronlarla parçalaması nəticəsində 2,5 vurulsun 10⁶ joule enerji ayrılır. Bu reaktor hər gün orta hesabla 5 mol uran 235 istifadə edərsə, gündəlik olaraq neçə kilojoule enerji ayrılır? Baxaq uşaqlar. Yazıb ki, bir nüvə reaktorunda 1 mol uran 235 nüvəsinin neytronlara parçalanması nəticəsində 2,5 vurulsun 10⁶ joule enerji ayrılır. Uşaqlar, əvvəlcə bizdən zaten kilojoule istəyir, düzdürmü? Joule-u kilojoule çevirə bilərik. Yəni 2,5 vurulsun 10⁶-nı joule-u kilojoule çevirsək, nə edirdik? 1 joule-umuz 10⁻³ kilojoule idi. Yəni 10⁻3-ə vuracağıq bunu. Alınacaq 2,5 vurulsun 10⁻3. Yəni nə qədər? 1000-ə vurmaq deməkdir. 2,5-i də 1000-ə vursaq, alınar 2500 kilojoule. Kilojoule yazaq. İndi bizə nə istəyir? Deyir ki, bu reaktor hər gün orta hesabla 5 mol uran 235 istifadə edərsə. Baxın uşaqlar, 1 mol uran 235-in neytronlara parçalanması nəticəsində biz nə tapdıq? 2500 kilojoule enerji ayrılırsa, 5 mol uran 235 istifadə olunduqda nə qədər enerji ayrılar? 2500-ü də 5-ə vursaq, alınar 12500 kilojoule enerji. Buradan da doğru cavabımız olacaq B variantı. Atomun quruluşu bir çox kimyəvi reaksiyanın və texnologiyanın əsasını təşkil edir. Məsələn, litium ion bakteriyalarındakı litium atomları elektronlarını itirərək litium müsbət ionlarına çevrilir. Bu zaman enerji ayrılır və nəticədə elektrik enerjisi istehsal edilir. Bu proses ümumilikdə müasir elektronika və enerji saxlama sistemlərinin fəaliyyətini təmin edir. Hər itirilən elektron enerjisi 1,6 vurulsun 10⁻19 joule olarsa, 2 mol litiumdan cəmi neçə kilojoule enerji ayrılır? Baxaq uşaqlar. Uşaqlar yazıb ki, litium atomları elektronlarını itirərək litium müsbət ionlarına çevrilir. Əvvəlcə biz bunun atom halını yazsaq, atom halında proton iyonu yük olmadığı üçün proton sayı elektron sayına bərabər idi. Daha sonra elektronlarını itirərək müsbət ionlara çevrilir. Proton sayımız 3 olacaq. Elektron sayını tapmaq üçün nə edirdik? İyonun yükü bərabər idi. Proton çıxılsın elektron idi. Elektron da bərabərdir. Proton çıxılsın iyonun yükünə. Yəni 3-dən də müsbət biri çıxsa, alaraq 2 elektron. Biz görürük ki, atom halında litiumun elektronu 3-dür. Daha sonra elektronu itirərək elektron nə oldu uşaqlar? 2. Deməli, 1 elektron azaldı. 1 elektron itirdi. İndi bizə deyir ki, 1 elektron itirən zaman 1,6 vurulsun 10⁻19 joule enerji ayrılır. 2 mol litium. 2 mol litium nə qədərdir uşaqlar? 1 mol altdan %2 vurulsun 10⁻23 elektronudursa, 2 molda 12,4 vurulsun 10⁻23 elektron olacaq. Buradan da x-i tapsaq, 1,6-dan 12,4-ə vursam, bizə dəqiqə. Alınar 19 tam 1000-də 264 vurulsun 10⁻4 joule. Daha sonra bizdən neçə kilojoule enerjini istəyir? Deməli, joule da kilojoule çevirməli uşaqlar. 1 joule-umuz 10⁻3 kilojoule idisə, 10⁻3-ə vursaq bunu da 10 gedər. Alınar 192 tam %64 kilojoule. Buradan da doğru cavabımız olacaq A variantı. 45-ci sualdan davam edək. Hansı atomlar bir-birinin izotopudur? İzotop nə idi? Proton sayları eyni olmalı idi. X. Nisbi atom kütləsi 16-dır. Neytron sayını verib 8. Y 18 verib. Neytron sayını verib 10. Z 35 verib. Neytron sayını verib 18. T 37 veribdir. Neytron sayını verib 20. Neytron sayını, proton sayını tapsaq, 16-dan 8-i çıxsaq, 8 proton, 8 proton, 17 proton, 17 proton.
Buradan da görürük ki X ilə Y bir-birinin izotopu, Z ilə də T bir-birinin izotopu olacaq. Doğru cavab olacaq B variantı. 46-ya baxaq. XN iyonu XM iyonuna çevrildikdə radius artırsa hansı ifadə doğrudur? Uşaqlar, bir daha qeyd edirəm. Deyir ki, radius artır. Biz də dedik ki, atom elektron aldıqda, elektron aldığı üçün elektron sayı və radius artır. Yəni, neynəməlidir? Bax, bu hissədə elektron almalıdır. Elektron, tutaq ki, müsbət 2 yazdım. Elektron almalıdır. Mən N-in yerinə qoyuram. Məsələn, müsbət 3 qoydum. Bu N-dir. Elektron alır. Olur nə? Müsbət 1. Bu da M-dir. Elektron aldıqda elektron sayı bir də radius artırdı. Və yaxud da üstü kiçik olanın radiusu böyük olurdu. Bu da zaten görürük ki, üstü kiçikdir deyə bundan böyük olacaq. Rəqəmləri də yerinə qoyduğumuz üçün N-i 3 qoydum, M-i 1 qoydum. Deməli, N böyükdür, M-dir. Birinci ifadə doğru. XN iyonunu mənfi yüklüdürsə, tutaq ki, mənfi yüklü deyir. Gəlin, indi qoyuram mənfi 2. XM iyonu müsbət yüklüdür. Elektron alır deyirik. Alırsa, müsbət 2 yazdıq. Burada nə olacaq? Görürük ki, üst daha da mənfiyə doğru gedəcək. Hər hansı bir müsbət yüklü iyona çevrilmə ehtimalı yoxdur. Deməli, bu iyon mənfidirsə, bu da müsbət yox, mənfi olar. Üçüncü ifadə yanlışdır. Doğru cavab olacaq yalnız 1A variantı. 47-yə baxaq. X üçün verib elektron sayını M, proton sayını N. Y üçün verib elektron sayını N, proton sayını M. M böyükdür N olarsa hansı ifadə doğrudur? M, baxın uşaqlar, belə bir şey qeyd edeyim. Bilirik ki, proton böyükdür elektron olduqda katyon olurdu, proton kiçikdir elektron olduqda isə anion olurdu. Burada bizə yazıb ki, M böyükdür N olsun. Yəni, elektron böyükdür protondur. Elektron böyükdür proton olduğu üçün olacaq anion. Burada M böyükdür N olsun. Proton böyükdür elektron olduğu üçün nə olacaq? Katyon olacaq. X neytral atomdur deyir, səhvdir. Y katyondur, doğrudur. X aniondur, doğrudur. Doğru cavab olacaq A variantı. Neytral halda elektron sayı 3-cü dövrün təsirsiz qazın elektron sayından 6 çox olan element üçün hansı ifadə doğru deyildir? Uşaqlar, təsirsiz qazın formulu necə idi? NS2, NP6. 3-cü dövr dediyi üçün, gəlin 3-cü dövrə qədər tamamlayaq. 1S2, 2S2, 2P6, 3S2, 3P6. Üstündə cəmləsək, görərik ki, 18-ci elementdir. 18-ci elementi bilsəz yaxşıdır. 18-ci element təbii ki, təsirsiz qaz olan arqondan söhbət gedir. Elektron sayının 6 çox olsun. 18-in üzərinə 6 gəldim. Nə oldu? 24 oldu. 24 bizim istisna elementimiz idi. Xrom 24 elementidir. İndi görək deyir ki, hansı ifadə doğru deyil. Ən böyük oksidləşmə dərəcəsi müsbət 6-dır. Gəlin uşaqlar, qısa elektron formulunu yazım. 3D5, 4S1. Bu nədir? 4-cü dövrdə yerləşir. Üstlərin cəmi 6-cı qrupdur. Əlavə yarım qrupda yerləşəcək. Ən böyük oksidləşmə dərəcəsi deyirsə uşaqlar, bu özü metaldır. Metal olduğuna görə minimum 0 oksidləşmə dərəcəsi göstərir, maksimumda qrupun nömrəsini göstərir. Qrupu da 6-cı qrup olduğuna görə ən böyük oksidləşmə dərəcəsi müsbət 6 olacaq. 4-cü dövr elementidir. Bəli, 4-cü dövr elementidir. Metaldır, doğrudur. S elementidir. Uşaqlar, bu S elementi deyil, D elementidir. Niyə D elementidir? Bunu biraz təbii ki, növbəti mövzuda daha ətraflı geniş izah edəcəm. Amma burada da belə bir qısa şəkildə deyə bilərik ki, biz əvvəlcə S yarım səviyyəsini doldururuq, daha sonra D yarım səviyyəsini doldururuq. S yarım səviyyəsi dolandan sonra sonuncu elektronumuzu D yarım səviyyəsinə qoyduğumuz üçün bizimki nə olacaq? Əlavə yarım qrupu D elementi olacaq. Ən kiçik oksidləşmə dərəcəsi 0-dır. Bəli, metal olduğu üçün ən kiçik oksidləşmə dərəcəsi də 0 olacaq. 49-a baxaq. Nə yazıb burada? Nə istəyir bizdən? Protonlar sırasındakı müqayisəni istəyir. Aha, baxaq. İyonlar veribdir bizə. Mənfi 2-dir. Bizə dəqiqə dondu.
Elektron sayı verib A. Xeyr, proton sayı verib A. Elektron sayını verib N. Y müsbət 2-dir. Elektron sayını verib N. Proton sayını verib B. Z müsbətdir. Elektron sayını verib N. Bizdən proton saylarını müqayisə eləməyimizi istəyir. Proton saylarını necə tapa bilərik uşaqlar? İyonun yükü bərabər idi. Proton çıxılsın elektron idi. Proton da bərabər idi. İyonun yükü üzərinə gəlsin elektron. İyonun yükü mənfi 2 üzərinə gəlsin elektron. N'in də üzərinə mənfi 2 gəlsəm N-2 olar. Deməli, A-nın bərabərdir N-2-yə. Burada B bərabərdir. İyonun yükü üzərinə gəlsin elektron N+2 olar. Digərində isə iyonun yükü üzərinə gəlsin elektron müsbət 1-dir. Alınar. Bu da N+1. Bu da C-yə bərabər olar. Bizdən proton saylarını müqayisə eləməyimizi istəyir. Təbii ki, hansı böyük olacaq uşaqlar? B böyükdür C-dən. O da böyükdür A-dan. Doğru cavab da olacaq. Baxım görüm hansı da var. D variantı. 50-ci suala baxaq. X, N, elektron sayı A+1-dir. Proton sayı A-dır. N-i tapmamızı istəyir. N-i necə tapa bilərik? İyonun yükü bərabər idi. Proton çıxılsın elektron idi. N də bərabərdir. A çıxılsın A+1. A'lar getdi. Aldıq -1. Doğru cavab oldu. D variantı. Elementlərin nisbi atom kütlələrini hesablayın. Gəlin hesablayaq uşaqlar. Gəlin istəyirsiniz burada hesablayaq. Elektron sayını verib 10. Neutron sayını verib 12. Proton sayını tapmaq üçün nə edəcəm? 10'un üzərinə 1 gəldim, 11 oldu. 11'dən də nisbi atom kütləsini istəyir. Üzərinə gəldik, aldıq 23. X oldu 23. Burada elektron sayını verib 15. 15'in üzərinə 0 gəldim, 15 oldu. Neutron sayım da 16'dır. 16'nın da üzərinə 15 gəlsəm, Y üçün olacaq 31. 31. Hələ ki ilə gedir. Aha. Z'də verib elektron sayını 10. Onun üzərinə 3 gəldim, 13 proton. Neutron sayı 14'dür. 13'ün də üzərinə 14 gəlsək, alaraq 27. L üçündə elektron sayını verib 10. Onun üzərinə xeyr, ondan biri çıxsaq, çünki mənfidir axı, 9 olacaq. Neutron sayı 10'dur. Onun da üzərinə 9 gəlsək, alaraq 19. Bu da L oldu. Doğru cavab oldu. B variantı. 52-ci sualda artıq eynidir uşaqlar. Bir də təşkil eləyib eləmək istəmirəm. Uzatmaq istəmirəm. Video yetərincə uzanır. Gəlin 53-cü suala baxaq. 52-ci sual artıq özünüz sərbəst şəkildə işləyərsiniz. Aha, X elementində neutron sayını verib bizə 30. Nisbi atom kütləsini verib 55. Proton sayını tapam 25. Y-də neutron sayını verib 45. Nisbi atom kütləsi buradan da tapıram. Niyə tapıram bilmirəm, amma baxaq görək nə istəyəcək axırda bizdən. Mütləq ki, biz istəyəcək bunu. Neutron sayını 44 veribdir. Nisbi atom kütləsi 79'dur. 5, 35'dir. T'də neutron sayını 45 veribdir. Nisbi atom kütləsi 79'dur. 4, 34 olar. T'nin sıra nömrəsi 36'dır deyir. Xeyr, T'nin sıra nömrəsi 34'dür. Z və T eyni elementin izotoplardır. Xeyr, 35 34'dür. Eyni element ola bilməzlər. X və Y eyni allotropik şəkil dəyişmənin eyni elementin allotropik şəkil dəyişməsidir. Uşaqlar, X ilə Y deyir. X ilə Y-in sıra nömrəsi, yəni proton sayları eyni olmalıdır. Proton sayları eyni olması üçün görürük ki, eyni bir eynilik yoxdur. X-də 25'dir, Z-də, Y-də isə 35'dir. Ona görə də üçüncü də səhv olacaq. Y və Z eyni elementin izotoplarıdır deyir. Y 35'dir proton sayı, Z-də 35 olduğu üçün doğru olacaq. X və T'nin elektron sayları bərabərdir deyir. Dedik ki, neytral atomda proton sayı elektron sayına bərabər olurdu. Proton sayı 25 olduğu üçün elektron sayı da 25 olacaq. T'də isə 34 olduğu üçün 34 olacaq. Görürük ki, tamamilə fərqlidir. Deməli, bu da səhv oldu. 54'ə baxaq. 54 deyiniz təbii ki, yenə də yazıram uşaqlar. Yenə də yazıram, tam aydın olsun. 46 neutron veribdir. Nisbi atom kütləsi 81'dir. 5, 7'dən çıxdıq 35. Y üçün neutron sayı 18'dir. Sonra nisbi atom kütləsi 34, çıxdım 16 oldu. Z üçün neutron sayı 24'dür. Nisbi atom kütləsi 45'dir. Çıxdıq 21 oldu. T üçün nisbi atom kütləsi 79'dur. Neutron sayı 44'dür. Çıxdıq 5, 35 oldu. X və T eyni elementin izotoplarıdır deyir. X 35'dir. T 35'dir. Bəli, doğru olacaq. T'nin sıra nömrəsi 35'dir. Doğrudur. X'in 34 elektronu vardır deyir. Uşaqlar, niyə 34 elektronu olsun? Neytral atomda proton sayı elektron sayına bərabərdir. Təbii ki, 35 elektron olacaq. Səhvdir. X 2 mənfi iyonunun 18 elektronu var. Bəli uşaqlar, Y 16'dır.
2 mənfi olduğu üçün elektron sayını tapanda nə olacaq? 18 olacaq. Doğrudur. Y2 mənfi və Z3 müsbət iyonlarının eyni sayda elektronu vardır deyir. Burada 18 elektron oldu. Y yazmışam uşaqlar. Z-ə baxmalıyam. Z nə yazıb? Müsbət 3 yazıbdır. 21-dir, 18-dir. Bəli, nədir? Elektron sayları eyni olduğu üçün bu da doğru olacaq. Sonuncu suala da baxaq. Bununla da yekunlaşdıraq uşaqlar. Əsas yarım qrup elementləri X və Y veribdir. Atomlarının xarici halda normal halda xarici elektron təbəqəsindəki elektronların sayı 3s2, 3p. X üçün uşaqlar nə veribdir? 3s2 veribdir, 3p0 veribdir. Y üçün isə 3s2 veribdir, 3p5 verib. Baxaq uşaqlar. İndi deyir ki, X, Y elementlərin əmələ gəlməsi birləşməsində neçə elektron vardır? Əvvəlcə bunu qeyd edilməmişdən öncə sizə belə bir şey yazıb ki, üslərin cəmi 1, 2, 3 olanda nə olur uşaqlar? 1, 2, 3 olanda metal olur. Sadəcə istisnamız nədir? Hidrogendir, qeyri-metaldır. Bir də hansıdır? Bordur. 5-ci element olan bor 1s2, 2s2, 2p1-dir. Üstün cəmi nədir uşaqlar? 3-dür. 3 olduğu üçün bu qeyri-metaldır. Hidrogenin özü isə 1s1-dir. Bu da qeyri-metaldır. Hidrogenlə borumuz, təbii ki, bir də helium var uşaqlar. 1s2, o da qeyri-metal olacaq. Amma digər hallarda üslərin cəmi 1, 2, 3 olduğu halda nə olur? Metal olur. Deməli, bu nədir? Baxın, üstün cəmi nədir? 2-dir. Bizim X elementimiz metaldır. Bunu qeyd elədik. Uşaqlar, metalda da qrup nədirsə, valent də nə olacaq? O olacaq. Deməli, X-ımız olacaq 2 valentli. Y üçün isə 3s2, 3p5-dir. Üstün cəmi olacaq 3-cü dövr. Üstün cəmi qrupu göstərirdi bizdə uşaqlar. 7-ci qrup. 7-ci qrup olduğu üçün qeyri-metaldır. Qeyri-metalda isə qrupla valentin cəmi nə idi? 8-ə bərabər idi. 8-ə bərabər olduğu üçün bu 7-ci qrupda yerləşdiyinə görə 8-dən də 7-ni çıxsaq, deməli Y-in özü 1 valentli olacaq. İndi biz əmələ gələn birləşməndə formulunu yazsaq, alacağıq X, Y2. İndi bizdən X və Y elementlərindən əmələ gələn birləşmənin molekulunda neçə elektron olduğunu soruşur. X-in özünün cəmi neçədir uşaqlar? Neçə elektron var? 1s2, 2s2, 2p6, 10 elektron, 3s2 olduğu üçün 12 olacaq. Y-də 1s2, 2s2, 2p6, 10 elektron, 3s2, 12 və 17 olacaq. 17-ni də 2-yə vursam, alınar 34, 12-ni də üzərinə 34 gəlsək, deməli bizim əmələ gələn birləşmədə 46 elektronumuz olacaq. İzahımız bu qədər idi uşaqlar. Ümid edirəm ki, izahım aydın oldu. Aydın olmayan hissənin hər birini rəy bölməsində bir-bir soruşa bilərsiniz. Kanala dəstək olmaq üçün videonu bəyənməyi, rəy yazmağı və abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Gələcək mövzuların izahında görüşənə qədər.